Bu abidəyə isə daha çox İtaliyada Kaliziyə rast gəlirik. Baxın, indi biraz daha da yine tarixin kəsişməsi var. Biz deyirik hər şey bir-birinin bənzəridir də, yəni olaylar bir-birinə çox bənzəyir. Baxın, indi tarixi abidəni bu formada. Bir də buna baxın. Bu sizə nəyi xatırladır məsələn? Kaliziyi xatırladır, elə deyil. Birazcık daha dərinə gedəndə artıq burada biz İtaliyanın hansısa bir kəsişmə nöqtəsini görmək mümkündür. İtaliya burada öz abidələrini araşdırmasına başlayır və izah edir ki, bu tarixi mənbə əslində tək Türkiyəyə aid deyil, bir çox yaxın şərqə aiddir. Yəni maraqlıdır, əslində çox bir-birinə bənzəyən tarixlər gördüm. Burada mən Manavgatda 3 dənə tarixin bir-birinə kəsişdiyini gördüm. Həm burada məsələn İtaliyanın, həm Yunanistanın biraz hardasa oxşarlıq gəlir, biraz hardasa belə deyim sizə ki, tarixi mənbələrin bir çoxları bir-birinə oxşayır, amma ən çox məsələn burada İtalyanların Kalizeyi, Yunanların mifologiyası və tanrıların obrazlarını və hardasa bənzər istiqamətdə də evlərin tikintiləri 70'lərdən 80'lərdən sonra Almanların görüntüsünü verir. Maraqlı bir tarixi kəsişmə ilə rastlaşdım. Bugün həqiqətən çox məmnun oldum. Çox maraqlıdır. Mən tarixi gəzintiləri çox xoşlayıram. Biraz da sizə görə. Baxın, kənd başdan ayağa tarixi abidələrdir. Baxın, oradan dənizlər. Baxın, bir də xatırlatma kimi eləyirəm. Əslində Side kinoteatrı bu şəkildədir. Sadəcə indi cüzi bir restavrasiyaya bağlanıb.